Bugün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34-cü ili tamam olur. 1991-ci il oktyabrın 18-də Ali Sovet Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edib. Konstitusiya aktında 1918-ci il 28 may tarixli İstiqlal bəyannaməsinə və Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub. 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa eləyib. 1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının dövlət himni, az sonra üçrəngli bayraq, içində alov olan 8 güşəli ulduz təsvirli dövlət gerbi təsdiq olundu. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə müstəqillik günü haqqında yeni qanun qəbul edilib. Elə həmin gündə Prezident İlham Əliyev tərəfindən müstəqillik günü haqqında qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 18 oktyabr Dövlət Müstəqilliyi gününün adı dəyişdirilərək Müstəqilliyin bərpası günü elan olunub. Qeyd eləyək ki, Azərbaycanda müstəqilliyin bərpası günü hər il bayram kimi qeyd olunan iş günüdür.